Bakıda Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad adlı forum keçirilib. Tədbir çərçivəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafı istiqamətində həyata keçirilən iri miqyaslı islahatlar, gömrük xidməti tərəfindən icra olunan layihələr və onların vətəndaşlara və biznes subyektlərinə çatdırılması məsələləri müzakirə olunub. Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Bunu Bakıda keçirilən Gömrük Biznes Forumu 2025 Dialoq və Etimad adlı tədbirdə prezidentin köməkçisi Şahmar Mövsümov deyib. Onun sözlərinə görə son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. 21-24-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Son 6 ildə qeyri-neft ixracı demək olar ki, 2 dəfə artmışdır ki, bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir. Tədbirdə o da vurğulandı ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas bünövrəsini Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi strateji xətt formalaşdırıb. Hazırda müstəqil Azərbaycan öz gücünü nümayiş etdirərək bu strateji xətti ardıcıl şəkildə davam etdirir və inkişafı sürətləndirir. Gömrük xidmətində son illər innovativ sistemlərin tətbiqi ölkənin ticarət proseslərini sadələşdirib. Son dövrlərdə avtomatlaşdırılmış risk analizi sisteminin tətbiqi nəticəsində sərhəd keçmə müddətinin 25%, gömrük rəsmiləşdirmə müddətinin 35%, fiziki yoxlamaların sayının isə 22% azalmasına nail olmuşdur. Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35%-ni, qeyri-neft qaz sektoru üzrə ümumdaxili məhsulun isə 8%-ni təşkil etmişdir. İşğaldan azad olunmuş Cəbrayıl rayon ərazisində həyata keçirilən Şəfəq layihəsi də yeni bir standartda, yeni bir sahədir. Bu sahədə bizim də əvvəllər fəaliyyətimiz olmayıb və bu yeni sahə üzrə də ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük orqanları ilə yaxından fəaliyyətimiz var və məhz gömrük orqanlarının yaxından dəstəyi nəticəsində artıq panellərimizin təxminən 20% artıq Cəbrayıl rayon ərazisindədir və artıq qısa müddət ərzində Cəbrayıl rayon ərazisində də olan günəş panel stansiyasının tikintisinə başlanılacaqdır. Azərbaycana idxal olunan malların sərhəddən sürətli keçidi və gömrük rəsmiləşdirmələrinin operativ icrası artıq təmin olunur. Tədbirdə sahibkarlıq subyektləri üçün avtobraxılış sisteminin tətbiq ediləcəyi barədə də məlumat verilib. Bildirilib ki, sistem daxil olan məlumatları qısa zaman ərzində təsdiq edəcək və bununla da mal buraxılışı prosesi sürətlənəcək. Bununla yanaşı Azərbaycanda beynəlxalq tranzit sistemlərinə qoşulmaq üçün də işlər görülür. Şahnun Qasımova, Zahir Dadaşov, ATV Xəbər.